Gəncənin əsas simvollarından biri də Göygöldür. Hazırda gölün ətrafında infrastruktur yenidən qurulub və qonaqların istifadəsinə verilir. Göygöl, Göygöl Milli Parkına giriş məhdudiyyəti aradan qaldırıldıqdan sonra əraziyə turistlərin marağı xeyli artıb. Azərbaycanın məşhur gölünü seyr etmək istəyənlər indi heç bir çətinliklə üzləşmirlər. Buna baxmayaraq qoruqda ciddi qadağalar hökm sürür. Bütün bunlar ərazini təmiz saxlamaq və ekoloji biomüxtəlifliyə zərər yetirməmək üçündür. Daxil olan turistlərin davranış qaydaları əməl olması olduqca vacib şərtlərdəndir. Yəni ərazidə bir neçə yerdə plakatlar vurulubdur. Turistlər üçün nümunəvi davranış qaydaları müəyyən olundu. Həmin qaydalara əməl olunması üçün onlara müəyyən tövsiyələr var. Və bir daha mən fürsətdən istifadə edib bütün bura daxil olan turistlərdən, ictimaiyyət nümayəndələrdən xahiş edirdim ki, bu gözəlliyi qorumaq üçün və bu gözəlliyin davamlı olaraq gələcək nəsillərə çatdırmaq üçün hər kəs əlindən gələn töhfəni bura verməlidir. Yəni bir-birinə qarşı nəzarətli olmalıdır, nəzakətli nəzarət sistemi əməl etməlidir. Göygöl Milli Parkı 2008-ci il aprelin 1-də yaradılıb. Milli Park Azərbaycanın qərbində Göygöl və Gəncə inzibati rayonlarının ərazisində yerləşir. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına təşkil edilib. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Ərazisi 12.755 hektar olan bu əsrarəngiz təbiət məkanı Kiçik Qafqaz Sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 metr hündürlükdə yerləşir. Ərazidə Göygöldən başqa maral, zəli və digər göllər yerləşir. Parkda Nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq kimi heyvanlara rast gəlmək mümkündür. Gəncə şəhər əhalisinin əksəriyyətinin içməli su tələbatını ödəmək üçün məhz bu göldən istifadə edilir. Əraziyə gələn turistlər isə illərdir Göygöl əsrətində olduqlarını gizlədə bilmədilər. İndi gözəldir. İnsanlar burada zövq alır. Bu yaşıllıqdan, bu gözəllikdən, mənzərədən. Burada ölü dirilər. İşçilərindən necə razısınız? Razıyım. Çox mədəni danışıqları var. Mən özüm mətəl qaldım ki, bir-iki adamlarla, işçilərlə söhbət elədim, gördüm. Çox dəqiq, dolğun, qəşəng danışırlar. Çox rahat, çox gözəl. Çoxdan da həsrətini çəkirdik. Axırı nəsə bir gün nail olduq buna. Göygölün yanındayıq. Göygöl bizimdir, Göygöl yaşayır. Bizdəki gəlib baxırıq, uşaqlar, böyüklər istirahət edir. Hazırda Göygöl Milli Parkında yalnız restoran xidməti fəaliyyət göstərir. Lakin turistlər tezliklə hotel və digər xidmətlərdən də yararlana biləcəklər. Milli Parka giriş qiyməti 2 manatdır. Ərazini zibiləyənlər isə nə az nə çox düz 600 manat cərimə ödəməlidirlər. Bu hal yenidən baş verdikdə isə həmin şəxslər bir daha parka buraxılmayacaqlar. Qaraqaş, Qaragöz, Göygöl gözəli, Azərbaycan ceyranı. Qaraqaş, Qaragöz, Göygöl gözəli, Azərbaycan ceyranı.